Ama şu kordamı ki çeş sanatı devam korda farzand şöste. Bu da bu sol bolian kadar söhbet bakaya. Sıvanı dudam ba usali. Bu sal az ve ona vattan ki şükür kordam ki eçi sanatı devam korda azan misali barda baya da idirla buam. Bu salan jagur ve sade. Yani işteni papek atakasni. Bu sal. Şuma işte Pıraza, bayat yarım vardın, sana devam kardın. Şuma çık hatırası şuma başıma çın maslahat düştü, çın nasihat düştü. Şuma işte söhbət bakanım, sual şuma kur. Və Sərban Əliyyar müəllim, təşəkkür qardan, Bəxtiyar müəllim, Şərəfəttin müəllim, təşəkkür qardan, başma. Salam otdam, çama, izləyicən həmə, tolaşan, xoşəşinə tolaşan, var bana. Azan, mən də Şahin Ağayev haqqında Şərəfəttin müəllim, Bəxtiyar müəllim danışdılar. Valla mən onun haqqında ancaq bir valideyn kimi hal-hazırda danışa bilərəm. Onun necə insan olmağı haqqında, necə dost olmağı, necə qohum olmağı haqqında Bəxtiyar müəllim, Şərəfəttin müəllim, Əliyar müəllim siz də danışdınız. Var olun, çox təşəkkür edirəm. Mən də ancaq deyə bilərəm ki, çox gözəl valideyn idi. Övladına, valideyn övladı üçün nə eləyə bilərsə, nələr eləyə bilərsə həyatda hər şeyi eləməyə çalışıb, hər şeyi eləyib. Yəni, nə eləyibsə övladları üçün eləyib, ailəsi üçün eləyib. Yəni, yaşadığı həyatı boyunca hər şeyini fəda eləyib ki, övladları üçün, övladları xoşbəxt olsun, ailəsi üçün eləyib. O gün məndə belə bir xatirə, dünən toydaydım sarayların birində. Orada oturmuşdum qonaq kimi, qonaq idim. Oturmuşdum, bir də görüm sarayın administratoru gəlir, mən də tanımıram. Administrator gəldi oradan, bütün qonaqların hamının yanından keçə-keçə gəldi, məndən görüşdü. Dedi ki, sən Şahinlə olursan, dedim, bəli. Dedi, özümə borc bildim ki, mən gəlim səndən görüşüm. Şahin deyir, çox gözəl insan idi. Deyir, elə insan az-az tapılır. Onun dediyi sözlər az-az tapılır. O gəldi mənim toyumda oxudu, sarayın administratoru idi. Mənim toyumda oxuyub, mənə axırda gəldim, dedim ki, bəs Şahin müəllim, çox sağ ol ki, mənim toyumu belə gözəl idarə elədin. Bəs sizin zəhmət haqqınız nə qədər? Dedi ki, yox, mən səndən pul götürə bilmərəm. Orada biraz mübahisə yarandı ki, mən dedim, bəs belə, o da dedi ki, yox, mən səndən pul götürmərəm. Axırda toy bitmişdi, üstündən günlər keçmişdi. Baxıram ki, toyda pul da yazıb gedib. Amma deyir, mənə qismət olmadı, pandemiya vaxtı idi, mən gələ bilmədim onun üzrünə. Sonradan ziyarət eləmişəm, amma deyir, mən gələ bilmədim, üzrünə gələmədim, ona görə özümü bağışlaya bilmirəm. Sənin toyun nə vaxt olsa, səndən çox xahiş edirəm ki, mənə toy deyəsən, gəlim iştirak edeyim. Bəlkə ürəyimidir, elə soydaram. Onun sözləri indi o ağlıma gəldi ki, dedi ki, oradan gəldim, gördüm ki, sən toydasan, gəlib səndən görüşməyi özümə borc bildim. O mənim üçün dəyərli idi, çox dəyərli insan idi. Sağ ol, gene sual bakalım. Şahin boli sağ bana. Şuma Honda zında be, şuma hiç boyun Honda be, ya baş şey zın seni seçtiğimi kuşuşta be baktı, ya ne baktı. Ne, bu vaxt yaz Handanı məni göndərdi 2 ay tar məktəbinə. Tar məktəbinə qoydu, 2 ay getdim tara, hər gün də məni özü aparıb öz gətirirdi. İstəyirdi ki, tarizan olum, amma yaxşı tarizan olmağımı istəyirdi, muğamları öyrənməyimi istəyirdi. Mənim həvəsim olmadı, ona görə fikirləşdi ki, dedim ki, ali məktəbə qəbul olmaq istəyirəm, amma tarizan olmaq istəyirəm, musikçi olmaq istəmirdim. Sonra qismət elə oldu ki, amma o vaxtda oxumurdum, xeyr. Ya ben çukur beşime oynuyor, çukur beşime benim kardı bu halde. Ata rəhmətə gedəndən sonra fikirləşdim ki, sənətini davam etdim, adını yaşadım. Vüsal Şahinoğlu olaraq adını yaşadım ki, həmin gün qərar verdim ki, adını yaşadacamsa fəxrlə, qürurla yaşatmalıyam.
Ondan sonra Masalda Mahmud müəllimin yanına getdim, muğamları öyrənməyə çalışdım. Sonra yavaş-yavaş gəldim Bakıda Azərbaycan Respublikasının əməkdar artisti Zakir Əliyevdən dərs aldım. Bir müddət sonra Qəzənfər Abbasovun sinifinə qəbul oldum, əməkdar müəllim. Azərbaycan Respublikasının əməkdar müəllimi Qəzənfər Abbasovun sinifinə qəbul oldum. İndi hal-hazırda konservatoriyada onun tələbəsiyəm. Çalışıram ki, əlimdən gələni eləyirəm ki, ən azından Şahin Ağayevin övladı olduğumdan fəxr edirəm. Ən azından onun adını layiqincə yaşatmağa çalışıram. Ve sağ ol, sağ ol, sağ ol. Sağlık ve sağ Qəzənfər ol. müəllimi Azərbaycan televiziyada Qəzənfər müəllimi ustad dərsi bir Nezonik. Ustad Aha. dərsi. Ama diyen Kordoba verir. Bəli, əyvəkə şagirdin beyin Vüsal Ankavun qılada bir. Bu nə gələ dəstgah olsunandı. Vüsal hansı dəstgah idi? Rast dəstgah. Rast muğamı idi, bəli. Bəli. O rast muğamı həm Paybaxşikada, yəni onun şöbəban, Flonkasər şöbəban. Vüsaliyən əlaşlandı. Ağlınla həmə çoxsunandı. Dərs bir marağı da vardı. Ümumiyyətlə, Qəzənfər müəllim muğami çünki pedaqoqu, çünki mütəxəssis. Ve çok. Vüsal. Çiğse ağlama kor bir daha. Və Sərban Əliyar müəllim, Camal müəllim, Bəxtiyar müəllim, təşəkkür qardan başıma. Çox belə gözəl verilişi, qoroş, başıma təşəkkür qardan Əliyar müəllim. Amma bir saat, bir stipendiyaya qəbş edəmən, zinə və diş edəbimən, şimon, omimon, dışda bibyon. Az bim, çımıdıqla bibi, 3 saat, bədi şimon, 3 saatan, deyədə o qardimon babuku. 6 saat. 6 saat amma ancaq Ataku qapımınca. Şahin Ağayev qapımınca. Omimon, Bəxtiyar müəllim gəlib məhəlləsində qalmışıq. Orada da 20 dəqiqə danışdıq ki, orada gecə deyil, hamımızın da yuxusu gəlir. Gecə saat 2-də çatmışıq. Orada da 20 dəqiqə danışmışıq ancaq atadan. Yəni biz nə qədər də danışsaq, sözümüz hələ də var. Allah sizləri var eləsin. Çox təşəkkür edirəm sizə. Var olun. Çox sağ olun. Ve sağ olun. Ama Bahtiyar müəllim az şahsan, çaba altı şahsan. Ama iyi başta qarzıda bu. Çünkü eğer ki milleti olsa, zarracanıya hizmetçisi bu. Eğer ki yodu bekardı evini. Çaba برنامه دیمی از سکشت دادم و باشمان تشکر کردم و به شرافتم بولیان تشکر کردم اشتا وقتش اوی سر کرده اما پیدمونی که سچی bu سالی ifade چی کلیپی بدم و یعنی که çaba şahin bu sali numadan jidan bajiyan çıkarkı kalmadan hoş bajiye şahin boli çaba daladı. Anladım. Sağ olun, teşekkür kardeşim. Gedirsənsə get daha, könlümü tərk et daha. Unudaq olanları, o keçmiş yalanları. Şedaş beşi çokaro, limona mayandı to. Kabavra ben çama eş, dışı ben navdama eş. Son dəfə zəng elədin, mənə ayrılaq dedin. Dedim bitsin sevgimiz, görüşməyə bir də biz. Son dəfə zəng elədin, mənə ayrılaq dedin. Dedim bitsin sevgimiz, görüşməyə bir də biz. Bu fikrə düşdün nədən, anlaya bilmədim mən. Eşqimizi puç etdin, dünyamızı heç etdin. Bu fikrə düşdün nədən, anlaya bilmədim mən. Eşqimizi puç etdin, dünyamızı heç etdin. Gedirsənsə get daha, könlümü tərk et daha. Unudaq olanları, o keçmiş yalanları. Şedaş beşi çokaro, limona mayandı to. Kabavra ben çama eş, dışı ben navdama eş.